Bəli. Dedi ki, taxıl və çəltikdən bunlar bizə bəhs edəcəkdir. Ya, bir də çəltiyin yayılma arealından biz danışan zaman hara baxırıq, hansı ölkələrə görə bilərik Cənub-Şərqi çəltiklə? Asiya. Cənub-Şərqi Bəli, Asiya. şərqi, cənub-şərqi, Ay sağ ol. ümumiyyətlə Cənub Asiya ölkələrinin. Hı. Bəli, bu ölkələrdə xüsusən görə bilirik ki, bu bizə Bəli. Bu güvənlik da sağlayırsa. rütubətə görə Məsələn, ABŞ yəni. ərazisində də ki, çəltikçilik nədir? Yaxşıdır, orada da çəltikçilik Hə, var. hə. Ona diqqətli olun da, yəni onlar sualdır, düşər, qarşımıza çıxa bilər oradan. Yenə də bir dəfədə ən azından imtahana qabaq şey edeyində üstündən keçin. Bax, həmişə yadda qalsın. Çin, ABŞ, Hindistan bir çox şey burada görməyimiz mümkündür. Hindistanda da çəltikçilik var. Ha. Cənub-Şərqi Asiya öz yerindədir, onsuz da. Tayland, Bəli. Vyetnam, İndoneziya, Koreya, Bangladeş, Laos. Sonra Myanma, Şərqi bir də Cənubi Yaponiya. Asiyalardadır. Yəni biz bunlarda Filippin ərazisində, Cənubi, Cənub-Şərqi, Şərqi Asiya regionunda, yəni ki, nədir? ASEAN ölkələri belə deyək də, bu region çox qarşımızda. Musson iqlimi olan ərazilər, belə deyək. Bu ərazilər nədir? Hə. Burada belə üçün. Və Təhlükənin rütubətli olduğu ərazilər. ərazilərdir. Xüsusən bir də ABŞ ərazisində də məsəl üçün olmağı yadımızda qalsın. Çünki ABŞ və Braziliya ərazisi qərb yarımkürəsində yerləşirlər. Onlar yadımızdan çıxır da həmişə. Fikrimizdən çıxa bilər. Bu Bəli. qədər. Bəs qarğıdalıların yayılma arealı nədir? Taxıl onsuz da buğdayla qarğıdanın yayılma Eyni. arealı eynidir. Vətəndə Amerikadır. Yəni demək olar ki, başda eyni ərazilərdə yayılmışdır, çöl zonasında yayılıbdır deyə bilərik. Sonra gəldik texniki bitkilərdən. Texniki bitkilərdən başlayaq nə ilə? Pambıqla başlayaq. Başlayalım. Pambıqla yox, şeylə başlayaq. Dutla Tutma. başlayaq. Aşağıdan yuxarı doğru gedək ardıcıllıqla. Dutun yayılma arealı hansı enliklərdir? Mən 0-20 dərəcə yəni ekvatorial Təxminən enliklər. bəli 0-20 dərəcə enliklər arasında Ekvatorial. biz busu görə bilərik ki, ekvator, subekvator ərazilərdə yayılmışdır. Gəl bir dənə Arzu xanım bunu sayaq. Şəkər qamışı hardadır? Hansı enlikdədir? Tropik, subtropik. Hə, Əsasən isti ərazilərdə olur 20 da şəkər qamışı. 20-40 dərəcəyə qədər olan ərazilərdə görə 20-40 bilərik. ərazilər. Aha. 40-a tam görmürük də təbii ki. Hansı 20-30 arasında görək, 40-da görmərik də Ə, biz qamışı. Sonra gəldik pambıq gələcək. Pambıqdır, Pambıq da ki, çubuqdur. deməli bircə dəqiqə subtropik, tropik. Subtropiklə mülayim ərazidə daha çox görə bilirik pambığı biz. Tropikdə belə qədər. Tropikdə də düzdür var, amma əsasən subtropiklə mülayimdə görürük. Ya bu dediyimiz şeylər, rəqəmlər və ya da fikirlər şərti fikirlərdir. Hə, bu tam da düzgün bir fikir deyil. Sadəcə olaraq yadda saxlamaq üçün biz deyirik ki, cut, şəkər qamışı, nə bilim, sonra gəldik pambıq məsəl üçün, çuğundur, kətan bu şəkildə şimala doğru getdikcə arıcılığımız bu şəkildə gedəcəkdir. Kətan açığındırda demişdi mülayim hissələrdə yayılır. Mülayim hissədə yayılmışı deyə bilərik bəli. Cutun əsasən hansı ölkələr fərqlənir? Artıq bunu deyə bilirik, yoxsa yox? Sri Lankadır, Bangladeşdir, Hindistan var. Hindistandır. Bu kimi ölkələrdə xüsusən görə bilərik Bəli. fərqlənmə. Düzdür, bir çox ölkə saymaq mümkündür, amma kifayət edir. Pambıq iqlimdən asılıdır, yoxsa yox? Bəli, mən Bəli, həkim iqlimdən bilirsə bəli fərqlənməsi. əsasən isti iqlimdə əkilir pambıq, əkim səpini Bəli. istidə olur. Ümumiyyətlə pambığın əkim səpini suya meyl edir, amma yetişməsi istiyə, isti havaya meyl edəcəkdir. Hansı Əkim ölkələrdə görə sulama fərqi. bilərik? Pambıqçılar görə hansı ölkələri fərqləndirə bilər? Hansı ölkələrdə görə bilərik? Həm də deməli pambığı Məsələn, Rusiya, Azərbaycan. Rusiya olması. Rusiyada hara gedib çıxırsan sən? Rusiya ərazisində. Braziliya, sonra Kongo, sonra yəni ekvatorial enliklər deyirəm, nə yəni subekvatorial. Ekvatora, subeekvatora pambıq yoxdur axı. Pambığı biz yerin üzərində mən buradan bura pambıq bölürəm. Sən gəlib çıxsan ekvatora. Tropik, Anladığın çaşdırmam. dərsə mən nə deyim sənin? Çaşdırmam. Hindistandır, Pakistandır. Sonra burada ABŞ, Çin, Hindistan. Onsuz da burada biz hər şeyi görürük. Yadından tutsa bu üçün ən azından ora at getsin heç olmasa. ABŞ, Çin, Hindistan. Burada demək ki, bir çox şey görmək mümkündür dedik. Bu üçünü atdıq bura getdi. Sonra Pakistan görərsən, Özbəkistan, Misir, Türkiyə, Azərbaycan bu düşər. Məsəl üçün deyək ki, hansı bir Mərkəzi Asiya ölkəsini verər xəritəsini. Belə sual çox gəlir qəbula. Hə, bunu verər və bu ölkənin məsəl üçün deyək ki, Özbəkistanın xəritəsini verər. Deyər ki, hə, pambıqçılıq inkişaf etmişdir. Bəli, deyə bilərsən. Burada Amudərə, Sırdarya çay ərazilərində, Özbəkistan ərazisində, Türkmənistan ərazisində biz pambıqçılığın Çin. sahə Evet. hövzəsində nədir? İnkişaf etdiyini görə bilərik. Yəni var burada. Necə ki bizdə yəni tək bu Kür-Araz ovalığı bizdə deyil təkcə. Başa düşdük? Və ya da Kür çayı təkcə bizdə deyil. Bunun fərqli adlarla eyni formatı dünyanın bir çox yerində görməyimiz nədir? Mümkündür. Həmin o Amudərya, Sırdarya çayı keçid ərazilər nədir? Onların ətrafı vadiləri eyni şəkildədir də, yəni ki. Bu ərazidə pambıqçı. Orada indi bir Özbəkistanda bir aslan var. Dərs oxumuş. Nə bilim.
Aslında vaxtı zarafat edirəm, aslında yaxşı oxuyursan sən, qəşəng oxuyursan. Sonra gəldik Kətan. Kətana görə Rusya, Bəli. Ukrayna, Belarus, Çatan müəllim, əsasən Polşa, məsələn Polşa, Almanya, Almaniya, Avropa ölkələrini demək olar da, Kan- Fransa, Kanada. bunlarda məsələn çoxdur. deyə İnkişaf bilərəm. etmiş ölkələr sayırıq da mənim əsaslı Bax, çatan olaraq. təxminən bir xətt boyunca belə gedirsən də, elə bil ki, Kanadadır, nə Evet, bilim, Almaniya ərazisi, Polşa ərazisi, Ukrayna ərazisi, Belarusiya, Rusiya ərazisi bir xətt boyunca təxminən bu ölkələrlə kətan daha çox görə bilərik. Ukraynada. Sonra şəkər qamışı daha çox hardadır, hansı Bəli, ərazilərdadır? şəkər qamışda deyəndə əsasən rütubətli ərazilər deyirik. Bu da sürekli istidə olur, yani. yəni tropiklərdə. İsti rütubətli ərazilərdə. Hansı Bəli. ölkələr deyə bilərik? Məsələn, Meksika, Braziliyadır, sonra Amerikadır, Hə, üzünə bax da. sonra Kongo, mən, Sən- mən yox, yerdə ximit var, mən ximitə bax belə eləyirəm. Hə. Deyirəm ki, ekran bax. Bəli, məsələn, Amerikadır, Braziliyadır, Demişdik də bunun sonra bir qəşəng yolunu demişdik. Demişdik ki, Amerika vaxtilə Venezueladır. Kubalılar nə etdi? Şəkər qamışı Bəli, tarlasında qırdı, batırdı, məhv elədi insanları və Kuba ABŞ-ı bəli, şəkər qamışı ilə təmin edirdi. Şəkər ehtiyatı təmin edən bir ölkə olub ki, indi də edir bunu. Və bu ölkənin qonşuları Kubanı götürdük, Kubanın ətrafına baxırıq. Şimalında ABŞ, qərbində Meksika, cənubunda Braziliya, Venezuela. Gördük, yəni bir dənə nöqtə ortaya atdıq və ətrafında xəritə öyrənmək üçün həmişə Kubadır. belə öyrənir xəritəyi. Bunun bu tərəfi, bu tərəfi, bu tərəfi belə. Hər üç tərəfində biz bunu görə bilərdik biz. Deyə bilərik ki, burada var. Bundan başqa da ki, biz şəkər qamışını Venezuelada dedik, Çin, Hindistan, ABŞ yenə də ki, özünü göstərir burada da. Çin, Hindistan, ABŞ ərazisində yenə görə bilirik şəkər Bir də qamışı. ki, mən bir şey deyim. Bu şəkər qamışı bayaq demişdim, bu əsas ixrac olunurdu, elə deyil. Bəli, evet. şəkərlik qabiliyyəti çoxdur deyə daha çox bu ixracadır. Və yəni Çuğundur daha istehsal Çuğundura, olunur deyə bu. Çuğundur bu daha yok. çox tələbat, daxili tələbatdadır. Çuğundura görə Hə, hansı ölkələri fərqləndiririk deyəndə? Ama yine mülayim çox yerlere baksak məsələn Kanada'dır, Rusya'dır, Kanadadır, Polşa, Amerikadır, Almanya, Yəni Fransa. Katanla e, təxminən eyni ölkələri götürə bilərsən. Evet. Katanla eyni bəli, ölkələrlə gedə bilərsən ki, bunlar nədir? Yaylığa Polşadır, görə təxminən Fransadır. eyni. Amma üçün burada veriblər Türkiyədə var. Türkiyə ərazisində də ki, çuğundur. Məsələn Azərbaycanda da düzdür vermir Azərbaycanın çuğundur bizdə də ki var. Bunda Üniversitetdə da şəkərdə var. Azərbaycanda çoğundurma qalmış yoxdur mən demişdik. Bizdə qalmış yoxdur bəli. Çünki enliyimiz müsait deyil. Mən bir də Sonra ki, texniki bu çuğundur, bitkilərdən gəldik başqa. Nə deyirsən Aslan buyurdu. bu çuğundur var idi. Deməli, bircə dəqiqə, bu çuğundurdakı əsasən idxal olunurdu, ixrac olunmurdu. Şirinliyi az idi, şəkər az idi. Da niyə ixal edilir? Yox, bir məhsul əgər ixrac olunmursa, bu demək odur ki, ixal olunmur da məhsul. Hə, yəni elə daxili istifadə olunurdu, mən onu demək istədim. Bəli. Yəni məsəl üçün mən deyək ki, bu qələmi düzəltmişəm, bu qələmi ixrac etmirəmsə heç bir ölkəyə, demək ki, heç bir ölkə bu nədir? Hə, Bu qələmi ixal idxal etmir. Almanya Bəli. değildi. hə, bəli. Anlamsız bir cümlə qurdu Aslan. Hə, çox qəşəng gətirəcək. Cut, kətan, şəkər qamışı, bunların dünya bazarında çox da satışı yoxdur. Daha çox bunlar daxili tələbatda istifadə olunurlar. Məsəl üçün biz belə demişdik də, kətan deyəndə varlı ölkələrə, soyuq ölkələrə baxırdıq. Məsələn, yun deyəndə Hə, daha çox isti ölkələrə baxırdıq. Ölkələrə baxırıq. Bir də məsəl üçün burada belə bir şey var. Ətlik, südlük, bir də yox, ətlik, südlük yox. Ətlik hələ, ətlik, bir də var yunluq qoyunçuluq var. Ətlik qoyunçuluq, yunluq qoyunçuluq məsəl üçün var. İsti müəllim, ölkələrdə bir yunluq qoyunçuluq qara var idi. Soyuq, mülayim ölkələrdə isə bir də ki, ətlik zəif qoyunçuluq yumruq. daha çox idi. Bax, bu yadımızda qalsın. Ətlik deyəndə qoyunçuluqlara baxırıq, mülayimə baxırıq. Yun Mülayim. deyəndə isti ölkələrə baxırıq. İsti ölkələr daha çox istehsal edirdilər. Sonra qəhvə və kakaonun yerləşməsinə görə biz Burada qəhvənin daha ekvatorial, Müəllim, subekvatorial haradır? yerləri götürürük. Ekvatorial, mən subekvatorial. qəhvələrin vətəni şeydir, Afrikadır, amma Latın Yox. Amerikasında ən çox Qəhvənin əkilir. vətəni Amma kakao Efiopiyadan, ən şəqəli ən Amerika. çox belə deyək də, şeydə əkilir Afrika ölkələrində. Nigeriyada, Bəli, Efiopiyada. qəhvənin vətəni Afrika olsa da, Efiopiya olsa da ən çox Latın Amerika. Amma kakaonun vətəni Bəli. Latın Amerikası olsa da ən çox haradır? Afrikanın qərbi hissəsində Bəli, amma Beçaridir. Afrikalılar Côte ən çox d'Ivoire Bu onu ərazisi. qəhvə nə də idi? İxrac edəndə Braziliya, Nigeriya, Côte dadı d'Ivoire budur. Bəli. bu kimi Burada ölkələrdə da yayılır. sual düşür də. Baxırsan ki, ölkələrə indi ən azından nə bilim bunu tutmaq olur da. Niyəsə tuta bilirsən ki, mədəniyyətindən tuta bilirsən ki, ən azından hə bu ölkələrdə hardasa biz qəhvə və kakaonu görməyimiz nədir? Mümkündür. Yamandır, Bəli. Hindistandır, yayıldığı yerlərdən. Ha, sonra kətan getdi, kakao getdi və qəhvə getdi. Çay. Çayı hara görürük daha çox?
Çaydakı müəllim, məsələn, birinci Şey deyəndə eyni Çin müəllim. deyirik. Biz bayaq Sonra cutla məsələn demişdik. O Azərbaycandır, eyni yerləri Türkiyə deyil. götürürdülər. Cutla oxşardı yəni. Asıl Saç. cutla oxşar enlilərə daha çox deyə bilərik. Var, amma ki, tək orada deyil də mülayimdə də məsəl üçün var. Yəni bunu da biz aqroiqlimin asılılığı olaraq çayda. Bir o qədər də asıllıq yoxdur əslində. Yox, rütubətli ərazilərdə vardır çayda. Rütubətli ərazidə daha çoxdur çay. Və Türkiyədə var, Gürcüstanda var, Azərbaycanda var. Bir də ki, Şri-Lanka, Hindistan, İndoneziya bu ərazilərdə ki, çay görə bilərik. Sonra kartofun vətəni haradır? Cənubi Amerika. Amerika. Gədəbəy. Hə elə. Aklımda gəlir. Gədəbəy də Amerikaya gedir. Gədəbəy. Bəli. Axı Gədəbəydə də Amerikadan gəlib ora. Bəli. Amerikanın Ohio ştatından köçüb gəliblər bizimkilər. O vaxt oranı bəyənməyiblər, deyirlər ki, yaxşı deyil abi havası. Gədəbəy. Gəliblər Gədəbəyə. Bəli, Amerika ərazisidir. Məsəl üçün Polşa, Ukrayna, Rusiya kartof görə bilərikmi? Bəli, müəllim. Bəli, müəllim, görmək Görə olar. bilərik. Bəli, Tovuzda görə bilərikmi? Görə bilərik. Tovuzda da Reşdə kartof. də gəlir. Bəli, kartoşkalı xəngəl olsa yeyərdik. Mənim Tovuzdan çox seolit görmək olar. Nə yeri var idi bilmirəm amma belə adam. Oxuduğunu hamıya bildirmək gözləyir bala. Nəzər də yarasın. Eləməsin. Göz Elə ona götürməyəm. görə Hə. dedim müəllim. Sən dərsə girəndə alnına bir dənə şey var. Buradan belə o şeylər var. Türkiyədə aşirət qızları muncuq salatlar. Sən də onun kimi buradan belə bir dənə göz muncuq as ki, alnının belə ortasından. Gözləyəm. Hə, nəzər edir. Aslan 68 də sən görürsən 68 abunəçi. Deməli, zeytun biz harda görürük? Hansı iqlimdə görürük zeytunu? Üzüm Mən yığımı əsasən Aralıq dənizi iqlimi də. Aralıq Cənubi dənizi Avropa iqlimində ölkələri. görürük. Bəli. Cənubi Avropada görə bilərik. Məsələn, Biz İtaliyada zeytuna görə falan. xüsusən hansı ölkəyə fərqləndirirdik? Ən çox İspaniya və İtaliya. İtaliya. İspaniya, ən çox İspaniya fərqlənirdi. Bəs üzümə Hə. görə ən çox İtaliya. 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 Şəraba görə Fransa. 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 Yəni bu üçlü yadımızda qalsın. Bu üçün əslində Həm də hamısında hamısı Sitrus meyvəsi var. ilə belə geniş yayılıb mən. Hamısında hamısı var. Prosta ən çox hansıdır? Ən çox deyəndə sadəcə biz fərqləndirmə orada aparırdıq onsuz da. Bəli. Sonra Aralıq dənizi. tütünçülük harda var? Məsələn, Çin. Bilməyəndə hər şey Çin atır. Hə, Çin, sonra Mən yox, mən əvvəl Çində o tütün zaddır. Onların Aslında müharibəsi zadı gedib ona görə atma alınır. yolu. ABŞ, Çin, Hindistan. Avuz insan. Əsasən bu şeyə baxın da, Kolumbiya falan deyəndə ağlımıza nə gəlir? Bu narkotik falan daha çox o tərəfə daxil. Mən Venezuelada bir də müəllim. O Orada da çox ərazilərdə var biz narkotik. yəni Amerika ərazisində görə bilərik tütünləri. Bir də Azərbaycanda da var. Türkiyədə də var. Yenə Gürcüstanda falan bu ərazidə görə bilərik. Sonra Bizim nə təbii qədər kauçuk hardadır burada uşaqlar? Cənub-Şərqi Asiya. Təbii kauçuk. Heriya, Şərqi Cənub-Şərqi Asiya Asiya. ölkələrində bəli, təbii kauçuk görə bilərdik. Belədir. Gəldik heyvandarlığa. Heyvandarlıqda da ki, inkişaf etmiş ölkələr daha üstündür. Hə, belə bir şey demişdik ona. Kənd təsərrüfatında heyvandarlıqda biz bölgə aparanda demişdik ki, inkişaf etmiş ölkələrdə heyvandarlıq, olan ölkələrdə isə kənd təsərrüfatı idi. Amma istisna əkinçilik idi. Amma istisna İstisna ərazilərimiz deyim var ki, hara? inkişaf etmiş Cənubi ölkədə orada Avropada- əkinçilik var idi. Yaponiyadır, Avropada, sonra Yaponiyada əkinçilik Cənubi var. Asiyaydı, Avropa ölkələri. Cənubi Avropa və Yaponiya arasında. Bu da Orada Bu da oradakı aralıq dənizi, bir də Yapon dənizən Ha, görə. xoşqədəm verişə döndü yavaş. Dənizlərə girək lan. Ağız deyən qulaq Mərkəzi eşitmir. Asiyada Hindistanın. Ha, biz burada nəyi görürdük? Cənubi Avropa bir də ki, Yaponiyanı gördük iqlimə görə. Amma Evet. dağlıq ölkələrimiz var ki, orada Mərkəzi Asiyada heyvandarlıq mənim. heyvandarlıq heyvandarlıq. olacaq. Çünki dağlıq ərazi iqlimə əlverişli və Özbəkistan, əlverişli deyil. Tacikistan. Uşaqlar, maldarlıqdan danışanda Aha. nə aiddir maldarlığa? Bax, Müəllim, Heyvan. qoyun, maldarlıqla keçi, inək, maldarlıqla heyvandarlıq. Yaxşı, da heyvandarlıq nədir bəs? Bu da heyvan. heyvandarlıq. Müəllim, baxın, belə izah eləyim. Heyvandarlıq ümumi bütün heyvanlardır. Bura hamısı daxildir. Amma maldarlıq müəllim təkcə şeylərdir də, qoyunlardan, inəklər. Yox, maldarlıq deyəndə Təkcə maldarlıqdan inək. söhbət gedir burada. İri buynuzlu heyvanlardan söhbət gedir. İri buynuzlu Öküz, heyvanlardan. Hə, inəkdir, dana, nə bilim, öküz, bəli, cöngə. Hə, Yoxsa- qamışla.
Bunlardan söhbət gedir. Artıq qoyunçuluq deyəndə, hə, bu qoyunçuluqdur. Bu qoyunda, yəni ki, bu öz yerində quşçuluq məsələn. Amma bunların hamısı birgə Bəli, bəli heyvandarlığın sahəsi hesab olunacaqdır. Bəli. bəli. Maldarlıqda demək nə var? Biz əsas məsələ nə düşə bilər? Maldarlıqla qoyunçuluğun müqayisəsini verə bilər bizə. Hansı daha çox əmək tutumlu sahədir? Oyunçuluq. Yo, Maldarlıq. malçılıq, malçılıq. Yemə Çünki meyl məncə edir. mal, inək, Bəli, otlağa meyl edir. qoyun, Oyunlar. Qoyunçuluq. Tez artımıdır belə deyək. Artım daha qoyun, sürətlidir. qoyun orada yazılır. Qoyunçuluqdur. Tez Çox bala balaca. verir. Daha tez-tez bəli, daha çox bala verməsin. İnəyin deyək ki, 2 bala, 3 bala verməsini çox nadir hallarda görərsən, amma qoyunda məsəl üçün 2 bala verməsini əksər hallarda Bəli. görürsən. Hətta 3 və bəzən 4 bala verməsini də görməyimiz nədir? Mümkündür deyəcəyik. Sonra qoyunçuluq əsasən Alp otlaqlarında nədir? Geniş Ağır ölçüdə. yayılmışdır. Çünki Bəli. onlar Alp otlaqları qoyunçuluğun nəyidir? Qış otlağı hesab olunur, eləmi? Məskən vətən. Bəli. Təpənə dəysin bəli. Elə testə Mən getdi. yay otlağı ay müəllim, bağışlayın müəllim, mən də gizlədim. Ora Testə, dalğa ərazidir deyə. testə də Dağ, baxıb elə ağzınızı, gözünüzü yumub ağzınızı açıb yazarsınız orada. Maldarlıq düzən ərazilərdə də heyvanlar var. Bəli, dağlıq ərazidə biz qış otlağı görmürük, yay otlağı görürük dağlıq bəli. ərazilərdə. Amma düzən ərazilərimizdə görürük məsəl üçün nə yay otlağı, qış otlağı kimi istifadə edirik düzən əraziləri, çünki oralarda iqlim əlverişlidir, iqlimi çox da soyuq deyildir. Baxaq görək güvənin kitabından da baxıram indi. Görək heyvandarlıqdan bizə nə qeyri-adi bir şey varmı burada? Maldarlıqda nə var məsəl üçün? Hindistan, Braziliya, Çin, ABŞ. İndi Hindistan bu heyvana falan qibtə eləyirdi ya yenə başladı əsnəməyə. Alim Qasımov başladı oxumağa. Bu heyvandarlıq düzdür. İnəyə falan Hindistanda sitayiş vardı ya, oradan qaçmayın ha. Orada Bəli. heyvandarlıq ki, bax qəşəng bir dənə sual gələ bilər ha. Ətlik, südlük yoxsa südlük, ətlik istiqamətli olacaq Hindistanda heyvandarlıq, %100 maldarlıq. südlü ətlik. %100 Ay südlü sağ ətlik. ol. Südlük ətlik daha çox Çünki olacaq. onlar Çünki elə bil köməz doğmaları kəsirlər də, ona görə kəsəməzlər onu. sonralarını kəsillər nədə. Hə, Öz tanrılarını yeyirlər. Deməli, onlar nədir? Heyvana, inəyə falan sitayiş vardı ya, orada bəli, daha çox südlü ətli istiqamətində. Yəni ki, sual belədir ki, sual belədir Abdullah. Sual, sual belədir ki, heyvandarlıq varmı Hindistanda? Bəli, var. Hansıdır? Bəli. Ətli, südlü ətli deyəndə mallar da doğrusu. Burada Bəli, südlü onda ətli belə daha deyərik də istiqamətlidir. müəllim. Müəllim, De. onda belə deyək. Deyərik ki, məsələn, inkişaf etməkdə olan ölkələrdə ətli südlü olduğuna baxmayaraq, istisna olaraq Hindistanda südlü ətli. Sən onu genəlliklə deyə bilərsən hardasa, bu da məntiqi bir fikirdir. Amma məsəl üçün burada xəritə qəşəng verir. Avstraliya ərazisində şərq hissəsində, bir də Yeni Zelandiya ərazisində südlü ətlik istiqamət daha çox yayılıb. Qərb hissəsində isə ətlik südlük yayılıb. Ətli süd. Hə, daha çox Ətli süd. qərbində ətli yerləşmə iqlimləri relyefine görə daha çox qərbində ətli südlük olacaq. Bu qəşəng xəritədir. Məsəl üçün sual ola bilər buradan. Yerdə qalan ölkələr onsuz da ki, heyvandarlıq, maldarlığın yayıldığı ölkələr deyə bilərik. Əmtəlik heyvandarlıq, bunu da ayrıca veriblər buradan. Avstraliya, Kanada, Yeni Zelandiya, Fransa, Danimarka, İnkişaf etmiş Niderland, ölkələrdə. Böyük Britaniya kimi ölkələrdə bəli, biz əmtəlik istiqamətdə də görürük. Qoyunçuluqda isə Avstraliya, Kanada, Yeni Mərkəzi Asiya. Zelandiya, Rusiya, Hindistan, Argentina, İran, Sudan, Qazaxıstan, Uruqvay, Car, İspaniya, Əlcəzair, Mərakeş, Braziliya bir çox ölkədə görə bilər. Yəni bunu yadda saxlamağa ehtiyac yoxdur ki, mən deyirəm harasa qoyunu saxlayım. Onsuz da bu bir Monqolistandır, Avstraliyadır, bir də Yeni Zelanda. Burada deyirik ki, nədir? Qoyunun Əfqanıstan dedik. sayı çoxdur. Qoyunun sayı insan sayından çox idi. Mən burada Qoyunun sayı insan sayından çoxdur. nədir? Maraqlı gəldi eləmsə. Oyun Ay, insandan hayır. çoxdur. Bu nə təray müəllim? Orada öcə hara geçər qoyun da. Gör bizdə 9 milyard nədir? qoyun var. 9 milyard Nə? qoyun var. Bizdə Aynen, nə yox indi tərtib ya? bizdə 10 milyon qoyun ola bilər ki. 10 milyon bilməm, amma 2 dənə qoyun buradan baxanda mən görürəm. Müəllim, bayaq nəydi o? İnanırsan, orada heyvanlar deyəndə mən nəsə inək qoyun sayanda istədim elmi növzə adımda sayın. Dedim müəllim dilinə salacağım ki bizi deyəcək. Amma keçdiniz mən Mən demirəm. buradan baxanda 2 dənə 2 ayaqlı qoyun görə bilirəm. Hələ biri gəlməyib. Sürüdən qaçıb qoyunun biri yoxdur. Mən o keçid O deməli. müəllim, o pandemi dövründədir. O xəstə qoyundur, o şey deyilmir. Hə, O ya deyir, məndədir qoyunlar ora bir müəllim. məsəl var, deyir, kös geri qaydanda axsaq qoyun qabağa düşür.
Fərrux orada qabağa düşəcək. Gəlib köçürü verir şey deyəcək imtahanda. Keçib verəcək sizdən yuxarı bal yağacaq heç nə yoxdur görərsiniz. Vay müəllim. Sonra bir də belə bir şey deyək uşaqlar. Qoyunçuda Qaragül qoyunçuluğu var idi. Zərif yunlu qoyunçuluq, Qaragül qoyunçuluğu var idi. Bu Qaragül qoyunçuluğu nə idi? Harda görürdük biz bunu? Dağlıq Mən ölkələr, əsas elə yəni Mərkəzi Əfqanıstan, Asiya Mərkəzi Asiya ölkələrində. ölkələrində də Mərkəzi daha çox Qaragül. görürük. Burada Əfqanistan ərazisində biz bunu nədir? Görə Bəli, bilərik. Əfqanıstan. Türkmənistan, Özbəkistan ərazisində xüsusən görürdük. Bir də istisna olaraq Car ərazisində də var. Biri desən qəbula düşmüşdü, harasa qalama çıxmışdı, ya da olimpiada suallarıydı. Yadıma gəlir ki, Car ərazisindəki Qaragül qoyunçuluğu görməyimiz mümkündür. Sonra donuzçuluq deyəndə baxırıq hara? İri şəhərlərə. İri şəhər mərkəzlərinə. İri şəhər ərazilərinə, kartof əkin sahələrinə, çuğundur əkin Kartof əkin sahələrinə sahələrinə, baxırıq. yəni bəli, Tullantılarla dəlləşdirmə. qidalanır, donuz. Dünən biz ofisi qrupda siz buradaydınız da bu hissənin sual-cavab Bəli, verməyə. bəli. Bəli, bu hissədə Axırda biz qoşulmuşduq. oradayıq. Axırda siz qoşulmuşdunuz. Aha. Bir yəni ki, İslam ölkələrinə çıxırsan, donuzçuluqda inkişaf etməmişdir. Avropanı xüsusən götürsən, Çini falan götürsən, donuzçuluq ən çox Çindədir demək olar ki. Bir də Avropa ölkələrində görə bilərik. Nə Bəli, bir də ki, deyəcəyik? onu ixrac edənlər də ki, Amerika falan, bunlar ən çox ixrac İxrac edənlər. edəcəklər, bəli. Onun da ixracat Hə. həyatının ixracatına istər-istəməz olacaqdır, deyəcəklər. Amma bizdə də ki, yəni bu müsəlman ölkələrində bir çoxunda da görmək olur donuzçuluq düzdür. Deyir ki, yoxdur, amma var əslində. Sonra Əsas atçılıq Ərəbistanda. deyəndə hara baxırıq? Necə müəllim? Dağlıq ölkələr. Xüsusən Mərkəzi Atçılıq Asiyaya baxırıq. deyəndə əsas müəllim Mərkəzi Asiya ərazilərinə Çünki mən o çəkirəm. türklərdən Yenə ilhamlanır ki, türklər daha çox at hə, falan belə miniklər türklərdə də deyil. Ona görə deyə bilərik. O deyir Monqollar at belində yatırlarmış. Bizimkilər də papaq altında müəllim, hə, yatırlar. müəllim. Deməli arxalarında da belə bir dənə fayton kimi belə yer olmuş. Orada da qadınlar, uşaqlar yatırmış. Elə ömür boyu. Baxsana lazım. Orada yaşayıb elə bir həll olmur. Hə, bu 8 il Mən orada İlqar müəllim xidmətdə mənə olsun elə ha deyir bu. də. Atlara baxırmış bu. Otun suyunu verim. O nə gülüşü də. Hə, gülmədi, xəcalət çəkdi o. Müəllim. Aha, toparlayaq özümüzü. Kayda devam edirik. 3, 2, 1. Ay Ben mən dərsi kayda eləmişim. Vay, Fərux gəldi. Ay Fərux gəldi. Gəlmir. Monqol dedik fənd. Mənim internetimiz yox. Deməm, sonra bir internet. Hə, canın sağ olsun. Get istirahət elə Heç şimdi. olmaz. Kameranı aç Fərux. O şey var ya, anar kameranı aç. Fərux kameranı aç. Yaxşı, Mən sonra açmışam, indi ki, hamı görür, cəmaət görür mən. maralçılıq deyəndə hara baxarıq? Müəllim, Şimali şimal Afrika əraziləri, ölkələri. məsələn, Yəni, Rusiyanın Şimal şimal Azərbaycan hissələri, meşəli ətraf ərazilər. ərazilərə baxırıq maralçılıqda. Aynen, maral saxlayan adamlar var. Ha, o Yakutsk falan, yox. Sibir ərazisində falan insanlar ondan Hə, orada bir də qarıq atdan ərazilər istifadə sürmək. edirikdə, onlar da eyni şəkildə maraldan nəqliyyat vasitəsi kimi də və ya qida kimi də istifadə Tank olur ya edirlər. müəllim. Onlar o Yakutsk falan yaşayan insanlar var ki, onlar şeydir. Maralçılıq onlar nə var idi? Bir dənə Nenetləri idi, nə idi? Türk bəlgəsəlində baxmışdım ona. Onlar sırf maralçılıqla məşğul olurlar orada. Nə qədər maral sürüləri var. Belə maral. Məncə Yox, bitdi yox, də yox. müəllim. Nəqliyyata keçər. Dəvətçilik İntro var idi, axırı. dəvətçilik. Dəvətçilikdəkin ərəb ölkələrində, səhra ərazilərinə Müəllim, baxırıq. Ərəbistan, Afrika ölkələri. səhra ərazi, Afrikada. Arıçılıq deyəndə bəzi dağlıq hissələr. ölkələrə baxırıq. Dağlıq Balıqçılıq Bəli, deyəndə dağlıq. sahil yanı ölkələrə baxırsan Sahil yanı. xüsusən. Sonra Yaponiyada falan, marikultur, Koreyada. akvakultur var idi uşaqlar. Bu nə idi bəs? Marikultur, Müəllim, dəniz marikultur bu idi məhsullarının ki, dənizə təbii, bəli, yetişdirilməsi. dənizdə Akvakultur, akvakultur, dəniz və akvarium. süni vətəgələrdə yetişdirilməsi. Bunu vətəgərdə Bəli. yetişdirilməsi idi, bəli. Sonra dəvətçilik Şimal Afrika, Cənub-Qərbi və Mərkəzi Asiya arasında var. Arıçılıq isə arıçılıq Peru, Boliviya, Tacikistan, Dağlıq. Hindistan dağlıq ölkələrdir. Baramaçılıq var. Ukrayna, Polşa, Moldova Yox, ərazisində barama var. Yox, həm də bunların şötə var. Baramaçılıq üçün Hindistan, Mərkəzi Asiyada Hindçin ölkələrdir. Bax, Ukraynada baramaçılığın ölkə var orada. Fərq elə şey çıxdı. Transportu və s. Nəqliyyatın coğrafiyası Yaxındır. Bəli. gəldik belə. Biraz Nəqliyyata. istirahət edək. Bir Oldu. 3-5 Ay, dəqiqə.